Hər vaxtınız xeyir, Real sizə Milli Gimnastika Arenasından xəbər verir. Azərbaycan Gimnastika Federasiyası fevral ayından etibarən beynəlxalq yarışların təşkilinə start verib və biz Milli Gimnastika Arenasında bu ayədək, bu günə də ilin əvvəlindən 2 beynəlxalq yarışa, Batud və Tamling üzrə Dünya Kuboku və İdman Gimnastikası üzrə Dünya Kubokuna şahidlik eləmişik. Eyni zamanda bədii gimnastika üzrə beynəlxalq turniri də reallaşıb. Elə indi də bədii gimnastların mübarizəsi var Milli Gimnastika Arenasında, amma bu dəfə bədii gimnastika üzrə EGF Trophy Dünya Kuboku reallaşır. Milli Gimnastika Arenası bu turnirə ev sahibliyi eləyir və bugün Dünya Kubokunda ilk yarış günüdür və idmançılar hazırda təsnifat mərhələsində öz çıxışlarını göstərirlər. Mən sizə Dünya Kuboku barədə məlumat vermək istəyirəm ki, yenə çoxlu sayda iştirakçı ölkə var. Burada 39 ölkənin gimnastları mübarizə aparırlar medallar uğrunda. Eyni zamanda burada tanınmış idmançılar var. Olimpiya çempionları, Avropa çempionları var. Onları da mən sizə sadalamaq istəyirəm bəzilərini. Almaniyalı Olimpiya çempionu Darya Varfolomeyeva var burada bizim Milli Gimnastika Arenasında mübarizəyə qoşulur. Eyni zamanda Olimpiyadanın bürünc mükafatçısı İtalyalı Sofia Raffaelli, Avropa çempionu Stilyana Nikolova və Çinin Olimpiya çempionu olan qrup hərəkətləri komandası buradadır. Eyni zamanda burada Azərbaycanı da 2 idmançı təmsil eləyir. Bizim təmsilçilərimizdən Kamila Seyidzizadə və Zöhrə Cəfərova medallar qazanmağa çalışırlar. Bundan sonra isə yenə bizi bədii gimnastika üzrə daha bir mötəbər yarış gözləyir. May ayının əvvəlində bədii gimnastika üzrə Avropa Kuboku reallaşacaq yenə Milli Gimnastika Arenasında və bizimsə sizə hələlik çatdıracaqlarımız bu qədər. Amma siz kanalı dəyişməyin, çünki gimnastların çıxışları, yarışın nəticələri və daha ətraflı məlumatı reportajımızda verəcəyik.